Diabet əlamətləri nələrdir və hansı analizlər diaqnoz üçün önəmlidir? Diabet xəstəliyinin əlamətləri çoxdur. İlkin dövrdə əsas əlamətlər susuzluq, tez-tez sidiyə getmə, çəki itirməsi, bəzən qaşınmalar. Əsas bunlardır ilk əlamətləri. Təsadüdar olduqda daha başqa əlamətlər də görmək olar. Görmənin zəifləməsidir, mədə nahiyəsində ağrılardır, aşağı tərəflərdə tez yorğunluq. Bu əlamətlər şəkərli diabetdə tez-tez rast gəlir. Diaqnoz üçün ilkin əlamətlər, yəni qanın biokimyəvi analizi, orada 3 aylıq şəkərin miqdarı, insulinin miqdarını ölçmək, sepeptit təyin etmək, bunlar şəkərin aşkar olunmasında əsas simptomlardır. Sidikdə şəkərin əmələ gəlməsi, sidiyin su çəkisinin artması əsas bu əlamətləri yoxlamaq lazımdır. Dərin yoxlamalar üçün qanın biokimyəvi analizlərini artırmaq olar başqa müayinələrlə. Əsas bu müayinələrdən sonra diaqnozu dəqiqləşdirmək olur.